Keçid alağın agreement mövzusunda olan 97-ci testin izahına. Choose the correct sentences. Doğru cümlələrini seçməyimizi istəyir. The number of the students is checked up. Biz bilirik ki, the number of-un xəbəri təkdə olur. Qələmimizi alağın. Xəbəri təkdə olur. İsmi isə nədə olmalıdır? Cəmdə. İsmi cəmdədirmi? Bəli, cəmdədir. Students cəmdədir. Doğrudur. Və ona görə də birinci cümləmiz düzgündür. Tərcüməsi isə belə gedəcək ki, şagirdlərin şagirdlərin sayı yoxlanıldı. Checked yoxlanılmaq deməkdir. İkinci cümləmizə baxaq. The number of all the assistants are certain. The number of-dan sonra demişdik ki, xəbərimiz cəmdədir. Burada xəbərimiz təkdədir. Burada isə cəmdədir. Ona görə səhvdir. Assistants ismimizdir və doğrudur. Çünki cəmdədir. Ona görə arsı səhvdir. Nə olmalıydı? Burada is olmalıydı. Deməli, the number of all the assistants is certain. Cavab belə olmalıydı. Tərcüməsi isə deməli, bütün köməkçilərin sayı bəlli idi, yəni dəqiq idi, müəyyənləşmişdi. Burada is olmalıdır, ona görə də səhvdir. Üçüncü, the shop for babies have been closed. Uşaqlar üçün olan mağaza bağlanmışdı. Biz demişik ki, prepositiondan öncəki sözə baxırıq, düzdürmü? Yəni baby'yə yox, prepositiondan öndəkinə baxırıq. O da shop təkdədir və təbii ki, burada nə olmalıydı? Has olmalıydı. Uşaqlar üçün olan mağaza bağlanmışdı. Uşaqlar bağlanmamışdı ki, götürək have yazaq. Babies'in cəmi deyil have. Burada shop'un tək xəbəri olmalıydı. Çünki shop təkdədir. Ona görə də has olmalıydı. The shop for babies has been closed olmalıydı. Ona görə 3 də səhvdir. A large number of houses have been reconstructed recently. Çoxlu evlər bu yaxınlarda yenidən inşa olunmuşdu. Biz bilirik ki, çoxlu sözünün əgər a large number of bu tipdə qəliblərin ismi cəmdə, xəbər də nədə olmalıdır? Cəmdə. Deməli, bu doğru variantdır. Ona görə də cavab 1, 4, C variantı. 98-ci testimizə keçid alağın. Choose the correct variant. Deyir, this lawyer's recommendations. Recommendations nə idi? Tövsiyələr. Tövsiyələr cəmdədir. Biz bilirik ki, iki isim yanaşı gələndə, fikir verin, iki isimdir. Lawyer və recommendations. Biz hara baxırıq həmişə? İkinci ismə baxırıq. Bizim recommendations nədir? Cəmdədir. Cəmdədirsə, deməli bizdə xəbərimiz də cəmdə olmalıdır. Was təkdir, has təkdir. Deməli burada biz baxmalıyıq nəyə? İndi tərcümə eləyəyin. Are this lawyer's recommendations followed by his clients? Deyir, hüquqşünasların tövsiyələri onun, belə deyək də, onu müdafiə etdiyi şəxs tərəfindən icra olunurmu? Sizə deyim ki, əziz abituriyentlər, follow həm gedir izləmək kimi, həm də nəyinsə, hansısa bir işin icra olunması kimi tərcümə olunur. Client sözü də həm müştəri kimi tərcümə olunur, amma hüquqi terminlərdə onun müdafiə etdiyi şəxs kimi tərcümə eləməyimiz daha doğru olur. Ona görə də deməli cümlənin cavabı olur are this lawyer's recommendations followed by his clients? Ora word-ə qoya bilərik, çünki bizə cəm xəbər lazımdır. Niyə görə? Çünki recommendations, yəni iki isim yanaşı gəlib. Recommendation da ikinci isim olduğundan burada cavab olacaq 1, 2, 3 və biz cavabı cəm xəbərlərlə götürməliyik. 1-də düzdür, 2-də, 3-də. Ona görə də variant is B. Keçid alağın 99-cu testimizə. Choose the correct sentences. Doğru cümlələri seçirik. Many famous people wear these jackets. Əksər məşhur insanlar bu gödəkçəni geyinirlər. People nədədir? Cəmdə. Wear nədədir? O da cəmdədir. Ha vaxt wear təkdə olardı, S qəbul etsəydi. Amma qəbul etməyib. Ona görə də doğru cavabdır. Xəbər də cəmdə, mübtəda da cəmdə. 1 düzdür. 2. Jack and David is moving back to Australia. Jack və David Avstraliyaya qayıdırlar.
Move back bilirsiniz necə gedir? Hansısa locationda elə bir insanın previous location'ını göstərir. Yəni öncə yaşadığı məkanı göstərir. Deməli Jack və David Avstraliyada yaşayıblar, belə çıxır ki, sonra köçüblər harasa, indi də qayıdırlar hara? Avstraliyaya. Ona görə tərcümə belə gedəcək ki, Jack and David are moving back to Australia, belə olmalıydı. Yəni yenidən Avstraliyaya yenidən Avstraliyaya qayıdırlar. Sadəcə burada Jack və David cəmdədir, iz isə nədədir? Təkdədir. Ona görə də səhvdir. Neynəməliyik? Biz izi silməliyik, yerinə are yazmalıyıq. 2 səhvdir. 3. Someone has weighed our suitcases. Kimsə, hər hansı bir şəxs bizim çimadanlarımızı çəkdi. Yəni tərəziyə qoyub çəkdi. Someone təkdədir, has də təkdədir. Ona görə doğru cavabdır. Dördüncü cümləmiz There is workman's lunch boxes in the corner of the room. Deyir, deməli, evin küncündə işçilərin yemək qabları var idi. İşçilər cəmdədir, doğrudur. Lunch boxes cəmdədir. Biz də amma nəyə baxırıq? 2 isimdir, düzdürmü? Yanaşı gəlib. Biz hara baxmalıyıq? 2-ci ismə baxmalıyıq. Boxes'ə baxmalıyıq. Boxes nədir? Cəmdir. Amma iz nədir? Tək, deməli səhvdir. Nə olmalıydı? There are workmen's lunch boxes in the corner of the room. Cümlə belə olmalıydı. Ona görə 4 səhvdir. Variant is D. 1 və 3. Deməli, keçirik 100-cü testə. Some people have very strange hobbies. Bəzi insanların əgər cümlənin əvvəlində gəlirsə, əziz şagirdlər, yadda saxlayın, o bəzi mənasını verir. Əslində belə də biraz mənasını verir, düzdür, cümlənin ortasında. Amma cümlənin əvvəlində gəlirsə, bəzi mənasını verir və təbii ki, cəmdə olur. Yanındakı isimdən asılıdır. İsim cəmdəsə, o da cəmdə olur. People cəmdədir, ona görə də necə olacaq? Bəzi insanların çox qəribə hobiləri var. Some people cəmdədir, have də, yəni xəbər də cəmdədir. Ona görə də doğrudur. The hotel and the beach was nice. Deyir, otel və çimərlik gözəl idi. Otel ayrıca, mehmanxana ayrıcadır və çimərlik ayrıcadır. Ayrı-ayrı komponentlərdir. Ona görə də was yox, were olmalıydı. Səhvdir. Bu ikinci cümlə. 3-cü. Someone has torn the pages of the book. Kimsə kitabın vərəqlərini cırmışdı. Burada biz deməli bu xəbər var. Xəbərdən önə baxmalıyıq, düzdürmü? Xəbərdən öndəki ismə baxmalıyıq. O da ki someone-dır. Someone da təkdədir. Yəni kimsə, hər hansı bir insan, yəni kimsə kitabın vərəqlərini cırıb. Someone törəmədir. Törəmədə bilirik ki, özündən sonra həmişə nə istəyir? Someone, something, fərqi yoxdur. Anybody, anything, nothing, nobody. Bunlar həmişə və ya everybody, bunlar həmişə özündən sonra tək xəbər istəyir, düzdürmü? Someone da o qəlibdəndir. Bunlara törəmələr deyirlər. Törəmələr özlərindən sonra həmişə tək xəbər istəyirlər. Ona görə də, tək xəbər istədiklərinə görə də bu cavab doğrudur. Çünki someone-dan sonra has gəlib. Doğrudur. Cavab deyəsən 1-3 olacaq. İndi 4-cüyə də baxağın. Deyir ki, there is several children's shops in the street. Deyir, küçədə bir neçə uşaq mağazaları var. Əgər biz demişik ki, 2 isim yanaşı gələndə hara baxırıq? İkinci ismə. İkinci ismimiz shops-dur, düzdür? Shops-un xəbəri necə iz ola bilər? Deməli, nə olmalıdır? Are olmalıdır. There are several children's shops in the street. Belə olmalıydı. Ona görə 4 səhvdir. Cavab I variantı 1 və 3. Biraz səliqəsiz oldu. 1 və 3. Aha. Keçid alağın 101-ci testimizə. A few sacks of rice were bought in the morning. Səhər bir neçə düyü kisəsi gətirildi. Ofdan öncəki isim nədir? Sacks'dır. Deməli, xəbərimiz də olmalıdır. Were doğrudur. 1 doğrudur. İkinci. All the rice were used by the cook. Bütün düyü aşpaz tərəfindən bişirilmişdi. Daha doğrusu aşpaz tərəfindən istifadə olunub. Rice təkdədir, sayılmayan isimdir. Amma nə istəyir? Həmişə tək xəbər istəyir sayılmayan isimlər. Burada isə were yazıb. Were isə cəm xəbərdir.
Ona görə ki, səhvdir. 3. There was a lot of rice in the sack. Kisədə çoxlu düyü var idi. Biz bilirik ki, a lot of necə isimlərlə işlənir? Həm sayılan cəm, həm də sayılmayan tək. Düzdürmü? Rice də sayılmayan təkdir. Ona görə a lot of-la işlənir. Və yadda saxlayın, a lot-la a lot-of-u çox vaxt uşaqlar qarışdırırlar. Uşaqlar a lot cümlənin sonunda gəlir və adverb-dir, yəni zərfdir. Feilə aid olur. Çünki zərfdə axı zərf feilə aid olur. Amma a lot of aid olur həmişə ismə. Bir də yadda saxlayın. Bəzən yazırlar testlərdə there was a lot rice. Səhvdir. Nəyə görə? Çünki rice olmasa lap olsun book fərqi yoxdur. Yəni hər hansı bir isim gəlirsə, mütləq a lotun of-u olmalıdır. Yadda saxlayın. Məsələn, burada yazsaydı there was a lot rice, o səhv olardı. Niyə? Çünki rice'ımız bizim isimdir. İsimdir özündən öncə a lot of qəbul edir. A lotu yox. Yenə də deyirəm, a lotun mütləq of olmalıdır ki, özündən sonra isim gəlsin. Amma a lot varsa, deməli onda cümlənin sonunda olmalıdır. Çünki adverbdir. Amma a lot of mütləq isimdən öncə olur və of qəbul edir. Burada üçüncü doğrudur. Üçüncü cümləmiz doğrudur. Some rice were put into the pan. Biraz düyü, tavaya biraz düyü töküldü. Biraz düyü qoyuldu da, belə deyə töküldü. Burada some rice nədir? Sayılmayan isimdir, təkdədir. Were yox, nə olmalıydı? Was. Ona görə 4-də səhvdir. Cavab 1-3 D variantı. Keçid alağın 102-ci testimizə. Choose the correct variant. Jack's nephews like. Biz baxırıq 2 isim gəlib, düzdürmü? Jack's bir isim, Jack daha doğrusu bir isimdir. Sadəcə orada possessivə düşüb. Nephew isə ikinci isimimizdir. Biz demişik 2 isim yanaşı gəndə hara baxırıq? İkinci ismə, təkinə, cəminə. Bizim ikinci ismimiz nədir? Nephews, yəni qardaş oğlu, bacı oğlu deməkdir, cəmdədir. Ona görə də bizə cəm xəbər lazımdır. Avtomatik olaraq biz 1 və 2-ni iz və dazı eləyirik, silirik. İz və dazı silirik. Deməli, cavab burada avtomatik are və do olur. İndi bir dəqiqə belə yazaq ki, mən tam görünsün test, ona görə silməyə məcburiyyətində qalıram. Deməli, burada əgər deyirik ki, What do Jack's nephews like? Jack'in bacı oğlu, qardaş oğulları və bacı oğlanları nəyi xoşlayırlar? Tam doğrudur, yerinə oturur. Kartlar oturur yerinə, 4 düzgündür. Yenə səliqəsiz yazdım, 4 düzgündür. Üçüncü, what are Jack's nephews like? Burada amma belə desək, what are Jack's nephews like? Bu o deməkdir ki, bu bir növ description bildirir. Yəni, description'da nəyə bildirir? Daha çox behavior bildirir, insanın yəni, rəftarını bildirir, xarakterini bildirir. Burada indi belə tərcümə olunur ki, Jack'in bacı oğlanları, yəni və qardaş oğlanları necədirlər? Yəni, necə xarakterə sahibdirlər? Necə özlərini aparırlar? Bu mənada gedir tərcüməsi. Amma do ilə qoyanda Jack'in qardaş oğlu, bacı oğlanları nəyi xoşlayırlar? Onda isə belə tərcümə olunur. Belə çıxır ki, onda 3-də doğrudur, 4-də doğrudur. Variant is B. 103-cü testimizə keçid alağın. Most of the people invited to the reception has already come. Reception'a dəvət olunmuş insanların çoxu artıq gəlmişdi. Burada most of the people cümlənin mübtədasıdır. Mübtəda people bəyəm həzlə uzlaşarmı? Uzlaşmaz. People cəmdə. Həz isə nədədir? Təkdədir. Olmalıydı həv. Səhvdir. Too much salt and sugar will be harmful to you. Həddindən artıq çox duz və şəkər sənə ziyan gətirəcək, sənə ziyanlı olacaq. Biz də bilirik ki, gələcək zaman təki də, cəmi də eynidir. Will-lə düzəlir. Ona görə də 2 doğrudur. Üçüncü cümləmiz. The only excuse for his actions was that he was tired. Excuse bəhanə kimi gedir. Bəhanə kimi tərcümə olunur. Belə olanda daha düzgün olur. Tərcümə cümlənin isə belə gedir. The only excuse for his actions was that he was tired. Deyir, onun hərəkətlərinin yeganə bəhanəsi onun yorğun olması idi. Burada was cəmdə, was təkdədir, düzdürmü?
Excuse isə cəmdədir. Məsələn, excuse isə təkdədir. Xəbər təkdədir, excuse də təkdədir. Deməli belə olur. Onun hərəkətlərinin bəhanəsi. Prepositiondan öncəki nəyə baxırıq? Sözə. Excuse təkdədir. Təbii ki, xəbər də təkdə olacaq. Ona görə də doğrudur. Dördüncü cümləmizə baxaq. Exercises makes most people feel better. İdman növləri, yəni məşqlər çox insanları yaxşı hiss etməyə vadar edir. Yəni yaxşı hiss etdirir. Exercises cəmdədir. Xəbərimiz makes isə nədədir? Təkdədir. Make olmalıydı. Ona görə də dördüncü cümləmizdə səhvdir. Cavab 2-3. Which variant? Variant is A. 104-cü testimizə baxaq. A few drops of water were added into the mixture. Bir neçə damcı su qarışıma əlavə olundu. Drops cəmdədir. Ofdan öncə. Drops cəmdədir. Were də cəmdədir. Doğrudur. Buckets full of water was brought into the kitchen. Su ilə dolu vedrələr mətbəxə gətirildi. Buckets cəmdədir. Nə gətirilir? Su ilə dolu vedrələr, düzdür? Vedrə cəmdədir, vedrələr cəmdədir. Was isə təkdədir, olmalıydı were. Cavab ikinci cümlə səhvdir. The pages of this book contains illustrations. Bu kitabın səhifələri illüstrasiyalardan ibarətdir. Səhifələr cəmdədir, ibarətdir. Xəbər isə təkdədir. Contain olmalıydı. Ona görə S olmamalıydı. Ona görə də səhvdir. The financial pages of this newspaper always interest businessmen. Deyir, bu qəzetin rəsmi səhifələri həmişə iş adamlarını, yəni biznesmenləri maraqlandırır. The financial pages cəmdədir. Page cəmdədir, interest cəmdədir. Interest cümlənin xəbəridir. O da cəmdədir. Ona görə dördüncü də doğrudur. Cavab 1-4 A variantı. 105-ci testə keçid alaq. A real friend's advice in different situations is often helpful. Friend's advice, iki isim yanaşı gəlib. Biz advice isminə baxmalıyıq. Biz həmişə demişik, iki isim yanaşı gəndə hara baxırıq? İkinci ismə. İkinci ismə baxırıq. İkinci ismimiz sayılmayan isimli təkdədir. Onun da xəbəri nədə olmalıdır? Təkdədirmi? Bəli, təkdədir. Deməli, bu cümlənin heç bir qəbahəti yoxdur. Tamamilə doğrudur. Tərcümə belə gedir. Doğru, yəni həqiqi dost, doğru dost, daha doğrusu həqiqi dostun məsləhəti müxtəlif situasiyalarda sənə tez-tez kömək olur. Yəni sənə tez-tez faydalı olur. Müxtəlif vəziyyətlərdə sənə faydalı olur. Doğrudur. 1. These methods works very effectively. Bu metodlar çox səmərəli işləyir. Methods cəmdədir. Works da cəmdədir. Səhvdir. Work olmalıydı. Çünki cümlə mübtəda cəmdədir. Xəbər isə götürüb təkdə yazıblar. Ona görə də səhvdir. Üçüncü cümləmizə baxaq. Regular exercises help people to stay in a good physical shape. Müntəzəm, yəni məşqlər insanları fiziki cəhətdən yaxşı qalmağa kömək edir. Regular exercises nədədir? Cəmdədir. Exercises help da cəmdədir. Ona görə doğrudur 3. Dördüncüyə baxaq. The most enjoyable thing about books are that you can read them at any place. Burada prepositiondan öncəki isim nədir? Think-dir, düzdür? Think olmalıdır. Think təkdədir. Hər hansı bir əşya, hər hansı bir şey kimi tərcümə olunur. Olmalıdır is. Ona görə də bu səhvdir. Cavab 1-3 İ variantı. Dördüncü cümlənin tərcüməsini deyəsən vermədi. Cavabı dedi, amma tərcüməsi qaldı. The most enjoyable thing about books
is that you can read them at any place. Deyir, kitablar haqqında ən maraqlı məqam ondan ibarətdir ki, sən onları istənilən yerdə oxuya bilərsən, istədiyin yerdə oxuya bilərsən. Amma qrammatik cəhətdən səhvdir, ona görə də 4-cü cümləmiz səhv cümlədir. Keçid alağın 106-cı testdə How many loaves of bread was sold? Ofdan öncəki feil nədir, isim nədir? Loaves, loaf təkidir və loaf təkidir. F düşür, ves qəbul edir və olur nə? Neçə dənə çörək. Çünki çörək sayılmır. Onu sayılana çevirmək üçün biz nədən? A loaf-dan istifadə eləməliyik və bu da partitiv deyilir buna ingiliscə. Yəni hissəciklər kimi partitivlərdir və loaves cəmdədir, bu da olmalı, was da olmalı idi, cəmdə were olmalı idi, bir səhvdir. İkinci cümlə, a loaf of bread was cut for lunch. Bir dənə çörək nahar üçün kəsildi, doğrudur. A loaf təkdədir, was da təkdədir, doğrudur. Üçüncü cümləmiz, two loaves of bread were bought at the baker's. İki çörək, yəni çörək dükanına iki çörək gətirildi, doğrudur. Loaves cəmdədir, were də cəmdədir, doğrudur. Dördüncü, there was different sorts of bread on sale. Deyir, satışda müxtəlif növdə olan çörəklər var idi. Sorts, müxtəlif növ cəmdədir. Was da təkdədir, səhvdir. Nə olmalıydı? Were olmalıydı. Deməli cavab 2-3. We are in SC. 107-ci testimizə choose the correct sentences. Yenə doğru cavabları seçmemizi istəyir. The architecture of Munich and Vienna is alike. Deyir, München və Viyananın yəni memarlıq dizaynları da belə deyək, memarlıq dizaynları oxşardır. Doğrudur. Çünki mübtədamız architecture-dir, memarlıq və is də təkdədir. Qələmimizi alağın. Is də təkdədir, architecture də təkdədir, doğrudur, birinci. İkinci, the number of the unemployed is rising. Burada unemployed sözü deyəcəksiniz ki, cəmdə deyil. Bəs nəyə görə? The number of-dan sonra axı biz demişik, isim cəmdə olur. Əziz abituriyentlər, yadda saxlayın ki, unemployed cəmdə də ola bilir, təkdə də. Əgər cəmdə olursa, özündən öncə the article götürməlidir. Görürsünüz, götürüb. Amma bir də var təkdə, məsələn, mən istifadə edeyim, deyəcəm ki, məsələn, an unemployed person, işsiz bir adam, onda təkdə olur, bəli. Amma qarşısında the olanda yadda saxlayın, onda olur nə? Onda kollektivliyi bildirir, yəni cəmlik bildirir, toplu kimi olur və bu, yəni o deməkdir ki, işsiz insanlar ümumilikdə götürüb. Ona görə bu cəmdədir, the unemployed cəmdədir, xəbər təkdədir, doğrudur. Çünki the number of-un ismi cəmdə olur, xəbərisi nədə olur? Təkdə. Ona görə də ikinci cümləmiz doğrudur. Üçüncü cümlə, a number of food products is sold here. Bunu sileyim, bizə maneçlik törətməsin ikinci cümləni oxuyanda. A number of food products is sold here. Çoxlu qida məhsulları burada satılır. A number of-dan sonra xəbər təkdə olmalı, xəbər cəmdə, isim cəmdədir, doğrudur. Xəbərsə təkdədir, səhvdir. Ona görə 3 səhvdir. Dördüncü cümləyə baxaq. All the furniture in the rooms were white. Otaqdakı mebelin rəngi ağ idi. Bütün mebellərin rəngi ağ idi. Furniture sayılmayan isimdir, düzdürmü? Və həmişə nədə olmalıdır? Təkdə, amma bu were cəmdədir. Səhvdir. Ona görə 4-cü cümləmiz səhvdir. Cavab 1-2-D variantı. Keçid alağın 108-ci testimizə choose the correct sentences. Where are the boys' gloves? Oğlanın əlcəkləri hardadır? Oğlanın əlcəklər cəmdədir. Ona görə də are doğrudur. Birinci cümləmiz doğru olur. İki isim yanaşı gəlib və ikinci isim cəm olduğundan xəbərimiz də cəmdir, doğrudur. İkinci cümləmizə baxaq. Jack and Kevin were making too much noise. Jack və Kevin həddindən artıq çox səs eləyirdik. Jack və Kevin cəmdədir, xəbərimiz də cəmdədir, doğrudur. İkinci cümlə doğrudur. Üçüncü cümlə, the list of exams are on the wall. İmtahanların siyahısı divardan asılıb, yəni divardadır.
List ofdan öncəyə baxırıq. List cəmdə təkdədir. Bəli, təkdədir. Xəbər isə cəmdədir. Xeyr, səhvdir. Xəbər olmalı idi is. Ona görə də 3 səhvdir. Dördüncüyə baxaq. These scientists' success are amazing. Bu alimlərin müvəffəqiyyətləri, uğurları yəni möhtəşəmdir, heyrətamizdir. Success 2 isim yanaşı gəlib. Scientist and success. Success-ə baxırıq. İkinci ismə success sayılmayan tək isimdir. Özündən sonra iz götürməlidir. Sayılmayan tək isimlər xəbəri. İz olmalıdır bildiyimiz kimi. Bu isə R-dır, səhvdir. Variant is D. 109-cu testimizə keçid alağın. The bunch of flowers were on the table. Bir buket gül stolun üstündəydi. Ofdan öncəyə baxırıq. Bunch təkdədirmi? Təkdədir. Xəbərimizdə də olmalıdır təkdə. Ona görə də bu isə cəmdədir, səhvdir. İz olmalıydı. Keçmişdədirsə was olmalıydı. İkinci cümlə. These researchers' discovery are very interesting. Bu tədqiqatçıların kəşfləri çox maraqlıdır. 2 isimlə gəlib, yanaşı gəlib. Discovery sayılmayan discovery sizə deyim ki, cəmdə də olur ha bu isim. Təkcə təkdə olmur. Sadəcə bu cümlədə təkdədir. Ona görə də iz olmalıdır. Səhvdir. İkinci cümlədəmizdə səhvdir. Where are the child's shorts? Uşağın şortiki hardadır? Şortik həmişə cəmdə olan isimdir. Çünki 2 ayaqlı geyimdir. Ona görə də 2 isim yanaşı gəlib ikinci isimə baxırıq. Cəmdə olduğu üçün R da doğrudur. Dördüncü cümləmizə baxaq. The old man and his wife are sitting on the bench. Deyir, yaşlı kişi və onun xanımı skamyanın üzərində oturmuşdular. 2 isimdir, doğrudur. R da doğrudur, cəmdir. Variant is B. How big? How big-dən sonra R gəlirsə, xəbərimiz R-dırsa bizim mübtədamız, ismimiz nə olmalıdır? Təbii ki, cəmdə. The glass. The glass stəkan kimi sayılır daha doğrusu və glasses götürməli idi. Şüşə kimi sayılmır, onda da iz olmalıydı. Ona görə E getdi. The duck, ördək. Cəm götürməlidir, amma təkdədir. The wave, dalğa. Təkdir, ona görə R olmaz. The success sayılmayan tək isimdir. Ona görə də orada iz olmalıydı. The fish isə həm yəni bildiyimiz kimi təki deyini, cəmi deyini olan isimdir. How big the fish are? Deyir, balıqlar necə də böyükdülər. 111-ci testimizə i variantını qeyd eləyək. Sonra 111-ci testimizə keçid alağın. I variantıdır cavab. Burada nəsə yazılmadı, ona görə burada yazdım i variantını. 111-ci testdə keçid alağın. Painting or drawing on trees. Aha, boşluq qoyub ki, damage, yoxsa damage, yəni necə olmalıydı? Them. Belə çıxır ki, tərcümədən ağacların üzərində şəkil çəkmək və onları rəngləmək onları neyinir? Zədəliyir. Burada painting and drawing artikelları yoxdur. Fikir verin, the article yoxdur. Bax, yadda saxlayın. Bunlar bir komponent gedir. Hardan onu müəyyən eləyə bilərsiniz. Əgər ikisi də isimdə, düzdürmü? Çəkmək və mübtədadır, yəni belə deyim, çəkmək və rəngləmək. Bax, onda, belə əgər ayrı-ayrı komponent olsaydı, painting-də this olmalıydı, drawing-də this olmalıydı. Onda bunlar ayrı-ayrı komponent kimi gedəsidir və xəbərləri cəmdə olasıdır. Belə olardı. The painting or the drawing on trees damage them. Onda belə olardı. Amma gördüyümüz kimi burada they yoxdur. Düzdürmü? Heç birinin they'si yoxdur. They'si olmadığına görə deməli bunlar bir komponentdir. Ona görə ikisi bir yerdə mübtəda gedir və nədir? Və təbii ki, xəbərlər də təkdə olmalıdır. Yadda saxlayın. Əgər ismin qarşısında the, hər ikisinin məsələn qarşısında the varsa, onda o nədir? Ayrı-ayrı isimlərdir. Məsələn, deyirəm ki, the writer and the painter came in. Deyirəm yazıcı və rəssam da deyək, yazıcı və rəssam içəri girdilər. Əgər mən the painter, the writer dedimsə, deməli 2 adam içəri girib. Həm yazıcı, biri yazıcıdır, biri də painterdir.
yəni rəngləyəndir, belə deyək də, rəngləyəndir, belə deyirlər də. Yəni rəssamdır. Amma əgər mən onların qarşısında birinə the qoyuramsa, məsələn deyirəm ki, the writer and painter came in. Onda artıq bir insan içəri girib və o insan həm yazıcıdır, həm də rəssamdır. Fikrim çatdımı? Ola bilər, yəni fikrimi anlaya bildinizmi əziz şagirdlər? Bax bir də deyirəm, əgər ismin qabağında bir dənə the-si varsa, deməli o məsələn deyirəm ki, the writer and the painter bir adama aiddir. Həm o adam yazıcıdır, həm də kimdir? Rəssamdır. Amma qarşılarına hərəsini ayrıca the qoysam, deməli o adam iki adamdır. Yəni iki adam deməli içəri girib. Biri yazıcıdır, gələn adamlardan, digəri isə nədir? Rəssamdır. Eyni buradakı kimi. Yəni onda artıq komponentlər burada da bax həmçinin bir komponent nəzərdə tutulub, çünki ayrıca the-ləri yoxdur. Ona görə də bir komponent olduğundan xəbərdə nə də olmalıdır? Tək də damage cəmdir, are damaging də cəmdir, have damage də cəmdir, düzdürmü? Və cavab 1, 5, D variantı. Will həm gələcək zaman həm cəmə gedir, xəbəri həm də təkə gedir. 12-ci testdə economic cooperation with foreign countries provides great advantage to ensure multilateral development of national economy. Burada məktəb kitablarında da keçdiyimiz 10-cu sinifin dərsliyində, 9-cu sinifin dərsliyində var idi. Cooperation, əməkdaşlıq, multilateral, çox tərəfli, yəni çox şaxəli, hər tərəfli kimi də tərcümə eləmək olar. Sonra great advantage, böyük üstünlüklər, mühüm üstünlüklər kimi gedir. Cümləmizi tərcümə eləyək. Economic cooperation with foreign countries, xarici ölkələrlə iqtisadi əməkdaşlıq, milli, burada bir dəqiqə, belə, xarici ölkələrlə iqtisadi əməkdaşlıq, milli iqtisadiyyatımızın, belə deyək də, çox tərəfli, multilateral, çox tərəfli inkişafını təmin eləmək üçün, provide sözü burada getməlidir, təmin eləmək üçün böyük üstünlüklər verir. Böyük üstünlüklər budur və biz bilirik ki, prepositiondan öncəyə baxırıq, düzdürmü? Prepositiondan öncəyə baxırıqsa, biz economic cooperation-a baxmalıyıq. Economic cooperation təkdədir, düzdürmü? Təkdədir, deməli bizdən də tək xəbər istəyir. Provide cəm xəbərdir. Have provided cəm xəbərdir. Are providing, o da həmçinin cəm xəbərdir. Provides və will provide olar cümlə, tərcümə, daha doğrusu doğru cavab. Economic cooperation with foreign countries provides great advantage to ensure multilateral development of national economy. Deməli, necə oldu? Xarici ölkələrlə iqtisadi əməkdaşlıq, milli iqtisadiyyatın hər tərəfli, belə deyək, hər tərəfli inkişafını təmin eləmək üçün böyük üstünlüklər verir. Variant is B. %13-cü testə baxaq. Everybody biz bilirik ki, törəmədir, düzdürmü? Və cümlənin törəmələrin də xəbəri nədə olur həmişə? Tək də. No, cəmdir, səhvdir. No, burada da cəmdir, səhvdir. İndi baxaq hansı uyğun gəlir. Everybody knows that the water is necessary for life. Hamı bilir ki, su həyat üçün vacibdir. Vacib olacaq, ola bilməz, yəni məntiq cəhətdən doğru deyil. Hamı biləcək ki, su vacib olub. İndi də hamı bilir də, təkcə əvvəldən gələcəkdə yox ki, zaten indi də hamı bilir ki, su əlbəttə ki, insan həyatı üçün çox önəmlidir. Variant is B. 14-cü testimizə deyir, a train at 10:30. Variantları yerinə qoyağın. There təbii ki, a train-lə getməz. Burada sual cümləsidir, ona görə də deməli, to be keçməlidir önə. Ya B-dir, ya D-dir, ya da I-dir. I niyə olmaz? Ona görə ki, deyir, saat 10:30-a
qatar var. Biz bilirik ki, var nədir? There is, there-adır. Bunun sualı da olacaq. Is there? Is there a train at 10:30? Yes. It's a fast train. Bəli, bu sürətli qatardır. Varmı deyirsə, təbii ki, is there olacaq. Deyir, bəli, bu sürətli bir qatardır. Ona görə də variant D-dir. 115-ci testdə keçid alağın. Deyir, stolun üstündə kitab var. Sənindirmi? Var deyəndə biz nəyə qoyuruq? Təbii ki, there is, there-a. Cümlə sualda deyil, is getdi. It is varla gəlmir. It is varla tərcümə olunmur. Ona görə də A ya da I-dir. There is a book on the table. Is it yours? Orada səninki olur. Belə kimi tərcümə olunmazaq. Ona görə səhvdir. I variantı da olacaq. Stolun üstündə kitab var. O sənindirmi? Səninkidirmi? Variant is A. 116-cı testdə How many players are there in a football team olar? Yəni futbol komandasında neçə dənə oyuncu olur? Təbii ki, cavab da deyir orada, yəni futbol komandasında 11 oyuncu olur. Olacaq. There are 11 players in a football team. Variant is B. Bu asandır. Bu testlər daha nisbətən asandır. Do you like this book? Yes, of course. It's very interesting. Bu çox maraqlıdır. Niyə görə it was olmaz? O da bu deməkdir. Bu çox maraqlı ididir. Burada amma bizdə duyunadır sualımız, düzdür? Deməli, present simple da verilir. Bu isə past simple, ona görə də olmaz. Variant is B. 118-ə keçək. We can't go skiing. Biz xizək sürüşməyə gedə bilmərik. Orada çünki deyir, qar yoxdur. Orada heç bir, daha doğrusu, qar yoxdur. Qar da sayılmayan tək isimdir. Ona görə nə edəcəyik? Qoyacaq izlə. There is orada var. There isn't any snow. Variant is D. Orada qar yoxdur.